Sınaq test qrupumuzdan belə bir sualımız var. Nisbi və mütləq rütubətə aid sualdır. 7-ci sual. 20 dərəcə Selsi temperaturda olan 1 kub metr havanın tərkibində olan su buxarının miqdarı 12,75 qramdır. Biz bilirik ki, 20 dərəcə Selsinin tam doyma həddi 17 qramdır. 17 qramda yəni doyma 100% olur. Amma 17 qram su buxarı yoxdur burada. 12,75 yəni 12,75 qram su buxarı var. Bunun əsasını tapırıq ki, neçə faiz nisbi rütubətə malikdir. Tapırıq ki, 75% nisbi rütubətə malikdir. Temperatur, havanın temperaturu 30 dərəcə Selsiyə yüksələrsə, nisbi rütubət necə dəyişdiyini müəyyən edin. 30 dərəcə Selsidə isə 30 qram su buxarı var. 30 qram su buxarı olanda 100% olur. Amma 12,75 qram su buxarı olduğunu nəzərə alaraq tapırıq ki, x ilə bərabərdir 4, 2, 5, 42,5% su buxarı olduğunu tapırıq. Bizdən soruşur ki, nisbi rütubət 30 dərəcə Selsi yüksələndə havanın temperaturu, nisbi rütubət necə dəyişdiyini müəyyən edin deyir. Ona görə də normalda 75% nisbi rütubət var idi, amma oldu 42,5%. Buradan da tapırıq ki, 32,5% nisbi rütubət azaldı. Doğru variant B variantı olur.